Son zamanlar vətəndaşlar arasında qrip virusu kütləvi şəkildə yayılmaqdadır. Xəstəlik özünü kəskin baş, boğaz ağrıları, qızdırma, ürək bulanma kimi əlamətləri ilə biruzə verir. Həkim-terapevt Sübhan Hacıyevin sözlərinə görə hərarəti olan şəxslərin bol mayı qəbul etmələri məqsədə uyğundur. Lakin bu o demək deyil ki, virusa yoluxan şəxslər özbaşına müalicə üsullarından istifadə etməlidir. Məsələn, həkim göstərişi olmadan antibiotikların qəbul edilməsi fərqli nəticələr verə bilər. Çünki bu cür antibiotiklar heç bir virus infeksiyalarına təsir göstərmir. Nəticədə insanların immunitetini daha da zəiflədərək digər bakterial infeksiyalara da rezistentlik yaratmış olurlar. Bu yüzden insanlarımıza tövsiyə edərdim ki, əgər 3 gündən çox bu simptomlar davam edirsə, mütləq şəkildə həkim mütəxəssislərə müraciət etsinlər və nəticə etibarilə doğru düzgün qoyulmuş diaqnoz üzərindən müalicə alsınlar. 38.5-ə qədər olan qızdırmaları ilk günlərdə tövsiyə edirik ki, ümumiyyətlə salmasınlar. Çünki bu zaman T və B limfositlərimiz daha da aktivləşir və bizim öz immun sistemimiz aktivləşərək bizi qorumuş olurlar. Hazırda uşaqlar arasında da Coxsackie virus xəstəliyi yayılıb. Bu virus özünü səpkilər şəklində göstərir. Bəzi şəxslər bunu su çiçəyi xəstəliyi ilə səhv salırlar. Lakin Coxsackie virus su çiçəyindən fərqli olaraq əl, ayaq və ağız nahiyələrində müşahidə edilir. Su çiçəyindən fərqlərini də qeyd edeyim. Su çiçəyindən fərqi ondadır ki, su çiçəyi əsasən başlayır başın tüklü hissəsindən, sonra bədənə yayılır, ayaqlara yayılır. Ancaq Coxsackie-də əl-ayaq ağız xəstəliyində başın tüklü hissəsində olmur, ancaq əldə, ayaqda və ağızda olur. Xəstəlik yoluxucu olduğu üçün uşaqlarda bu xəstəlik aşkar olunubsa, izolə olunması, həkimlər tərəfindən izolə olunması məsləhət görülür. Bu cür virusa yoluxan uşaqlar ambulator şəraitdə müalicə olunmalıdırlar. Qeyd edək ki, uşaqlarda müşahidə edilən Coxsackie virus xəstəliyi də qızdırma, halsızlıq və qaşınma əlaməti ilə özünü göstərir.